Salam, bugün reportajımı necə çəkdim adlı bir videoyla qarşınızda. Gəlin öyrənək. Bura 8-ci kilometr bazarıdır. Yəni əvvəlki adı ilə Basmaya adlanırdı. Neftçilərdə yerləşir, Qaraqaraya prospektində. Bacımla bugün həmin bazarda olduq və biraz alış-veriş elədik. Məqsədimiz əslində alış-verişdən əlavə xəbər, yəni reportaj üçün videolar çəkmək idi. Təbii ki, mənim ən sevimli kameramanım bacımdır deyənə kameranı ona əmanət eləmişəm. Onun çəkdiyi görüntülər də bulardı. Yəni mövzumuz ondan ibarətdir ki, Novruz bayramında marketlərəmi yoxsa bazara mı daha çox insan üz tutur, onu öyrənmək və qiymətlərin nə qədər olduğunu öyrənmək idi. Bir sıra müsahibə aldıq. Hətta yəni yaxından tanış olub gözlərimizlə gördük ki, insanların daha çoxu məhz Basmoy bazarına üz tutur. Yəni 8-ci kilometr bazarı. Videoda da göründüyü kimi Novruzun əfvar ruhiyyəsi bazarda insanlara ötürülür yəni. Reportajda ən önəmli şeylərdən biri stand-updır. Növbədə stand-upla başlayır reportaj, sonra kadrların çoxluğu da videonun özünə, yəni reportajın özünə gözəllik qatırır. Biz burada göründüyü kimi bazardan əlavə bəzi marketlərə baxdıq, Al Market və Bravo, həmçinin qiymətlərlə tanış olduq. Və bizdən də bu qədər. Videomuzu burada qapatıram. Kanala abunə olmağı unutmayın. Like atmağı da unutmayın. Sağ olun.